Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan mədəniyyəti 2040 mədəniyyət konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fən və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur. Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fən hansı siniflərdə tədris olunmalıdır? Bölgə TV xəbər verir ki, bu barədə Az-Eduaza mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb. O qeyd edib ki, bu gələcək nəsillərin dünya görüşünü formalaşdıran canlı bir mexanizmdir. Bu konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzun müddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Onun yanaşmasına görə milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünya görüşünü formalaşdıran canlı bir mexanizmdir. Bu baxımdan Azərbaycan mədəniyyəti 2040 mədəniyyət konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir. Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası prezidentin milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, gənclər milli köklərini dərindən tanımalı, eyni zamanda qlobal dünyada öz kimliyini itirmədən rəqabət apara bilməlidir. Məhz bu səbəbdən mədəniyyətin məktəb mühitinə sistemli şəkildə daxil edilməsi təsadüfi deyil. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq daxili mənimsəmə və şuurlu dərk məsələsinə keçirməyi hədəfləyir. Eyni zamanda bu konsepsiya prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzi deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şuurlu yanaşmasını təmin edə bilər. Bu mənada konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirilməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlik yönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək. Rəna Rövşən qızı, Bölgə TV.